Black Friday-də aldığım Trendyol bağlamalarını bir yerdə açırıq. Hazırsınızsa başlayaq. Öncə başlayırıq Şiqlamın qaş gelindən. Belə bir üzərində hədiyyə qoyublar. Tərifini ətrafımdan çox eşitmişdim. Əsas öncəlik qaşda həm iz qoymasın, həm də ki uzun müddət sabit saxlasın. Və belə bir hədiyyədir. İçindən lokum çıxdı. Ləzzətli. Sağ olsun Şiqlam. It's Space firmasından belə bir cins sifariş eləmişəm. Bir dənə də oradadır. İndi onu da açacağam. Baxın, belə bir cinsdir. Oversize model. Görüntü olaraq da bu cürdür. İsə növbəti cinsimdir. Bu da oversize modeldir. Belə bir dik yaxa kutka. Kəşfətdə qabağıma o qədər çıxırdı ki, axır düşündüm ki, sifariş edeyim. Kutkanın bundan öncə qəhvəyi tonlarında, belə zamuş materialında bir modelini sifariş eləmişdim. Elə Havoş firmasından. Əsl mamaların dediyi kimi saxla gələni geyinərsən tipində bir modeldir. Amma məncə çox gözəldir. Tərz bir modeldir. Belə bir kavboy stilində botdur. Bu da belə. Bu nədir? Bu bilirsiniz nədir? Bu isə kürk papağımdır. Amma bilmirəm bunu necə indi taxıb yoxlayacağım. Çünki saçım yığılıdır. Məncə açıq saçla daha gözəl gedər bu. Belə bir papaq almışam, amma düşünün ki, mən bunu saçı açıq vəziyyətdə istifadə eləyəcəm. Üzdəki tükləri də çıxmır, onu da deyim. Və elə bu papaqla da videomu yekunlaşdırmaq istəyirəm. Mənə qalsa mən çox bəyəndim. Bu dəfəki sifarişləri çox razı qaldım. Ümid edirəm ki, siz də bəyəndiniz, amma fikirlərinizi yazarsınız. Hələlik.